Hörmətli piyada, niyə yolun hərəkət hissəsindən keçirsiniz? Sizin üçün nəzərdə tutmuş piyada zolaqlarından istifadə etmirsiniz. Bilirəm, mən avtobusu tələsirdim ona görə. Başa düşdüm. Siz başa düşürsünüz ki, bununla öz həyatınızı da təhlükə altına atırsınız. Digər hərəkət iştirakçıları üçün də təhlükə yaradırsınız. Həm öz həyatınızı təhlükə atırsınız, həm də sürücülərin həyatını təhlükə atırsınız. Bilirsiniz də, siz öz həyatınız üçün də real təhlükə yaradırsınız, digər nəqliyyat vasitələri üçün də real təhlükə yaradırsınız. Bu dəfə sizin protokol tərtib olunmur, xəbərdarlıq edilir. Bir daha belə nöqsanlara yol verməyin. Sumqayıt şəhərində piyadaların yol hərəkəti qaydalarına əməl etməsi istiqamətində nəzarət tədbirləri davam etdirilir. Vətəndaş, yolu keçirsiniz oradan və piyada keçidinə də əməl eləmirsiniz. Öz sağlamlığınızı təhlükə altına atırsınız. Digər sürücüləri də təhlükə altına qoyursunuz. Piyada keçidlərimiz var, həm oradadır, həm də bura çox uzaqda, orada 5 metrəlik yoldur. Zəhmət olmasa piyada keçidlərindən istifadə edin. Şəhər ərazisində gündəlik olaraq təşkil edilən reydlər zamanı piyadaların piyada keçidlərindən düzgün istifadə etməsinə xüsusi diqqət yetirilir. Xahiş olunur sürücülərin və özünüzün sağlamlığınızın qeydinə qalmaq üçün piyada keçidlərindən istifadə edəsiniz. Bu ilk növbə maarifləndirmə aksiyasıdır. İkinci dəfə artıq xəbərdarlıq olunmayacaq, cərimə olunacaqsınız polis əməkdaşları tərəfindən. Reydlər Sumqayıt şəhər icra hakimiyyəti, şəhər polis idarəsi və könüllülərin iştirakı ilə həyata keçirilir. Yol hərəkəti qaydalarına hamımız əməl etməliyik, o cümlədən siz. Niyə piyada zolaqlarından istifadə etmirsiniz? Yolun hərəkət hissəsindən keçib həm öz həyatınızı təhlükə altına atırsınız, həm də digər hərəkət iştirakçıları üçün, nəqliyyat vasitələri üçün təhlükə yaradır. Məqsəd piyadalar arasında maarifləndirmə işlərini gücləndirmək və mümkün yol nəqliyyat hadisələrinin qarşısını almaqdır. Və bugünkü gün maarifləndirmə tədbiridir. Sabahdan, digər günlərdən cərimə ola bilərsiniz. Ona görə də həmişə piyada keçidindən istifadə edin. Özünüz üçün, sürücülər üçün təhlükəli vəziyyəti yaratmayın. Siz keçməməlisiniz ki, cavanlara da nümunə olsun, evdəkilərə nümunə olsun, bax sürücülərə də təhlükə yaradırsınız. Yolu müəyyən olunmamış yerlərdən keçən piyadalarla profilaktik söhbətlər aparılır, onlara etdiklərinin qanunvericiliyə zidd olduğu izah edilir. Piyada keçidindən istifadə edin ki, öz sağlamlığınızı və digər əməkdaşlarınızın sağlamlığını qoruya biləsiniz. Sizin inzibati protokol tərtib olunmalıdır. Bu səfər sizə protokol tərtib eləmirik, saz olaraq xəbərdarlıq eləyin. Amma növbəti səfər sizdən xahiş və tələbimiz odur ki, piyada zolaqlarından istifadə edəsiniz. Bununla yanaşı, qaydaları pozan şəxslər barəsində inzibati tədbirlər görülür. Siz buradan keçirsiniz, sürücülərə də, digərlərinə də təhlükə yaradırsınız. Xanım, bax qucağınızda uşaq da var. Oradan keçmək lazımdır ki, bax indi keçdiniz buradan, maşına təhlükə yaratdınız, digərinə. Siz keçməməlisiniz ki, digərlərinə də nümunə olsun. Artıq bir sıra piyadalar qanunsuz keçidə görə cərimələnib. Xahiş olunur həm sürücülərin, həm özünüzün, həm də digər vətəndaşların təhlükəsizliyi üçün piyada keçidindən istifadə edəsiniz. Ailə üzvlərinizə də bildirsəz çox məmnun olarıq. Qeyd edək ki, bu tip reydlər hər gün keçirilir və davamlı xarakter daşıyır. Onu da qeyd edək ki, bu tədbirlərin məqsədi vətəndaşların təhlükəsizliyini təmin etmək və qaydalara əməl etmə mədəniyyətini formalaşdırmaqdır. Biraz irəlidə piyadalar üçün zolaq nəzərdə tutulur. Piyada zolağından istifadə etməyərək siz öz həyatınızda təhlükə atırsınız. Digər nəqliyyat vasitələrinin hərəkət iştirakçıları üçün də böyük təhlükə yaradır. Elvin Qudratov, Şəmstan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.